Son bir neçə il ərzində Fatmayeyi kəndi həqiqətən də özünün ən yüksək inkişaf mərhələsinə qədəm qoyub. Bu inkişaf yalnız sözdə deyil, həm də əməldə konkret nəticələr ilə özünü göstərir. Kənddəki infrastruktura, yaşayış şəraitinə və sosial xidmətlərə edilən yeniliklər Fatmayeyinin inkişafını gözlə görülən bir hala gətirib. Sakinlərin fasiləsiz su, qaz və elektrik enerjisi ilə təmin olunması üçün ciddi tədbirlər görülüb. Bütün lazımi infrastruktur layihələri həyata keçirilərək sakinlərin həyat səviyyəsi yüksəldilib. Bu sahədə atılan addımların ardıcıl və sistemli olması Fatmayeyinin modern kənd modelinə çevrilməsində mühüm rol oynayıb. Kəndin ən müasir texnologiyalarla təchiz edilməsi həm də sosial rifahın yüksəlməsinə və əhalinin daha keyfiyyətli xidmətlərdən faydalanmasına şərait yaradır. Bir müddət əvvəl isə kəndin əsas küçə və prospektlərində yolların yüksək keyfiyyətlə asfaltlanması görülən işlərin zirvə nöqtəsi sayıla bilər. Kəndin inkişafında infrastruktur məsələləri əsas önəm daşıyır və bu işlər də Fatmayeyi kəndində əhalinin gündəlik həyatını asanlaşdıran, daha rahat və təhlükəsiz bir mühit yaradan amillərdir. Müəyyən işlər görülüb. Çox sağ olsunlar dövlət başımıza, hörmətli prezidentimizə təşəkkürümüzü bildiririk. Əslində yol mədəniyyətdir deyimi burada tamamilə yerinə düşür. Çünki düzgün və keyfiyyətli yollar yalnız fiziki infrastrukturu deyil, həm də mədəniyyət və sosial inkişafı əks etdirir. Qeyd etmək lazımdır ki, abadlıq və quruculuq işləri yalnız Fatmayeyi ilə məhdudlaşmır. Cənab Prezidentimiz İlham Əliyevin Abşeron rayonuna diqqət və qayğısı nəticəsində daim Abşeronumuz çiçəklənir, abadlıq, quruculuq işləri görünür. O cümlədən də Fatmayeyi kəndi. Bu ildən Fatmayeyi kəndin biraz yükü artıb, Gördül kəndi də bu Fatmayeyi bələdiyyəsinə daxil olunub və hamımızın göz qabağında da Fatmayeyidə, Gördüldə böyük abadlıq, quruculuq işləri görülür, yollar ən azı təmizlənir, asfaltlanır, asfalt örtüyü olmayan yollara qrebil, daş örtüyü tökülür ki, abadlaşma işləridir bunlar. Vətən müharibəsi iştirakçılarının abidəsi abadlaşdırılır, kəndin digər abidələri, digər yolları, qəbristanlıqlar, hamısı abadlaşdırma işləri gedir. Abşeron rayonunun bütün kənd və qəsəbələrində də uğurla həyata keçirilən bu layihələr bölgənin ümumi inkişafını sürətləndirir. Rayonun hər bir yaşayış məntəqəsində fərqli sahələrdə infrastrukturun təkmilləşdirilməsi, sakinlərin həyat keyfiyyətinin yüksəldilməsi məqsədi ilə müxtəlif layihələr reallaşdırılır. Beləliklə, Abşeron rayonu Azərbaycanın ən inkişaf etmiş və müasir yaşayış məntəqələrinə sahib olan bölgələrindən birinə çevrilir. Könül Kazımova, Cəmilə Nəsir qızı, Kamil Quliyev bugün informasiya proqramı üçün.